Salam aleyküm. Aleyküm selam. Azər müəllimlə danışırıq. Bəli. Azər müəllim, Fərhad müəllimdir, Kanal 21-in rəhbəridir. Aha, işləm. Bu Hindaqda, Ağcabədi rayon Hindaq qəsəbə sakini şikayəti ilə əlaqədar sizə zəng eləmişik. İşləm. Məmmədov Səyyaf Şahmaroğlu. Hə. Tanıyırsınız belə bir şəxs? Tanıyıram, bəli, boşluq soruyor. Bunun, bu həmin şəxsin belə deyək də, əkin-biçin sahəsi şirkət tərəfindən zəbt olunub. Gəlmişik şirkətə, aldığımız məlumata görə siz də şirkətdə çalışırsınız. Alqı-satqı işləri ilə məşğul olan şəxsiz. Burada qeyd edirlər ki, siz Azərlə gedin danışın, Azər müəllimlə belə. Ümumiyyətcə bilmək istəyirik ki, bu vətəndaşın həmin torpağı, söz gedən torpaq var, əkin-biçin sahəsi. Siz bunu alqı-satqı eləmişsiniz, yoxsa yox? Xeyr, alqı-satqı eləmiş. Vətəndaşın özünə məxsus. Vətəndaşın özünə məxsus. Vətəndaşın özünə məxsusdursa, bəs niyə bu şirkət bu vətəndaşın yerini zəbt edib? Vətəndaşın belə götürəndə o 2018-dən bəri bu mübahisə olubdur, o razılaşmır. Şirkət onlara razılaşır, o satıcı razılaşmır. Nətər razılaşmır? Nəsə təklif olunub vətəndaşa? Olunubdur, bəli. Özü də bilir. 2018-də idi, səhv eləmirəm. Nə qədər məbləğ təklif olunub? Yadımda qalmayıbsın nə qədər oldu, amma o bilirəm ki, təklif olunmuşdur ona. Bəs vətəndaş o sizin təkliflə razılaşıb, yoxsa yox? Razılaşmıyor şu oyun değişimi konusunda. Sağ ol. Razılaşmadığı halda bəs siz bu qol gücünədir ki, siz vətəndaşın əkin-biçin sahəsindən almışsınız. Mən əkin-biçinlə məşğuldum. Bəli? Mən əkin-biçinlə məşğul deyiləm. Yəni o sonra cavab verəm mən. Bildim, siz şirkətin səlahiyyətli nümayəndələrindən birisiniz də? Mən yox, sənətin nümayəndəsi deyiləm. Yəni adi taksi şoförü belə deyək də, alqı-satqı işini apara bilməz axı. Siz səlahiyyətiniz var deyəsiniz. Mən onlara köməklik eləyirəm, alqı-satqı işi aparmıram. Kimə köməklik eləyirsiniz? Şirkətə lazım olanda. Onda siz mənə də köməklik eləyin də, zəhmət olmasın. Nə köməklik lazımsa, yumuşadan şey eləyin də. Biz harada görüşə bilərik? Mənim biraz torpağım var. Dostu, biraz mübahisəli məsələdir. Başqa bir, belə deyək də, mənə məxsus deyil, Məmmədov Cəfər Əloğluna məxsusdur. O torpağı nətər alqı-satqı eləyə bilərik? Onun xəbəri olur. İndi o predmetlərini deyərsiniz, kömək eləmək mümkünsə eləyək də. Allah sizə deyməsin. Siz buranın yəqin onda belə çıxır ki, rəsmi işçisi deyirsiniz də, elə-belə kömək eləyir. Yox, rəsmi işçi deyil. Çünki buradan sizin adınızı verdilər ki, siz niyə gedib Azər müəllimlə danışmırsınız? Nəysə, mən şübhələndim ki... Kim verdi onu, o sizin mənim adımı? Valla, adını təqdim eləmədi, buranın mühafizətçisi qeyd elədi. Hə, mühafizətçisi, başa düşdüm. Mən onlara elə bir şey, elə məsələ olanda adımız gətirirəm də, nə diyor, ayrıca mənim ayrıca çatmıram, nəsə bir şey. Aydındır, təşəkkür edirəm. Mən sizin nömrənizi götürərsəm, mənə köməklik eləyərsiniz, zəhmət olmasın. Hiç bir problem yoktu kardeşim. Sağ ol. Yine sağ ol.